6-5 İran idmançısı öne keçdi. Və ilk final görüşündə sonuncu fasilə qeydə alındı. Bu İran idmançısıdır. Safarov Somen İbrahim. Bu çəki dərəcəsində 49 idmançı mübarizəyə qoşulmuşdu və onlardan artıq ikisi qalıb. Baş mükafat uğrunda mübarizəni davam etdirirlər. Safarov Somen İbrahim əvvəlcə İspaniyalı Artay Pavonla qarşılaşıb. Daha sonra onun rəqibi Liviya təmsilçisi Kasis Eli olub. Növbəti mərhələdə Ukrayna təmsilçisi Vitali Kravchenkonu mübarizədən kənarlaşdırdıqdan sonra artıq final haqda düşünür və həll edici mərhələdə onun rəqibi daha çətin, daha güclü idmançı İtalyan Vito Dell'Aquila'da. Vito'ya gəldikdə isə Qazaxıstan taekvondoçusu Timur Nurgeldi. Daha sonra bu mərhələdə Selin Stone var idi, fransız idmançı. Və maraq üçün qeyd edək ki, bu çəki dərəcəsində həm yerimiz Ruslan Babayev də mübarizə aparırdı. Çox təəssüf, idmançımız irəliləyə bilmədi. Ümumiyyətlə, onu da xatırladaq ki, bir daha yarışların ilk günündə 3 medal əldə etmişik. 18 idmançımız bu dünya birinciliyinə qatılıb. Onlardan artıq 3'ü medal qazanıb. 2 gümüş, 1 bürünc medal. Üçüncü sonuncu hissə davam edir. 6-6 hesab bərabərdir. Son 40 saniye. Dell'Aquila öne keçdi. 7-6. Sabahda efirimiz vasitəsilə məhz dünya birinciliyindən maraqlı döyüşləri izləyəcəksiniz, hörmətli tamaşaçılar. Həm qızların, həm də oğlanların mübarizəsində 8-7 qarşılıqlı zərbələr. 9-7 artıq 9-cu xalı da qazandı Vito Dell'Aquila. 17. 3 xallıq fərq və İran idmançısının işi çox çətindir. Amma hələ ümid var. 7 saniyə ərzində İran taekvondoçusu Safarov Somen fərqi aradan qaldıra bilər. 3 saniyə qalıb. 2. Son cəhd. Və bu da son. Beləliklə, dünya birinciliyinin qalibidir İtalyan Vito Dell'Aquila. 33 kiloqram çəki dərəcəsində. İran idmançısı Safarov Somen İbrahim isə bu yarışda ikincilik